Uşaqlar, bugün mən sizə köməkçi nitq hissələrini izah edəcəm. Köməkçi nitq hissələrinin izahına ayrı-ayrı keçməmişdən öncə qeyd edim ki, biz morfologiyaya giriş edəndə əsas nitq hissələri və köməkçi nitq hissələrinin fərqli xüsusiyyətlərini demişdik. Bir daha onları sizə xatırladım. Qeyd etmişdik ki, əsas nitq hissələri leksik mənaya malik olurlar, köməkçi nitq hissələri isə leksik mənaya malik olmurlar. Demişdik, köməkçi nitq hissələri suala cavab vermirlər, cümlə özü olmurlar və şəkilçi artırma olmur köməkçi nitq hissələrinin üzərinə. Bu köməkçi nitq hissələrinə aid məxsus xüsusiyyətlərdir. Dilimizdə köməkçi nitq hissələrinin sayı 5-dir. Qoşma, bağlayıcı, ədat, modal söz və nidalar köməkçi nitq hissələrinə aiddir. Qoşma haqqında məlumat verim ilk olaraq. Qoşma sözlərə qoşularaq müxtəlif məna çalarları yaradan köməkçi nitq hissəsidir. Sözlərə də hansı hallara qoşulur? Adlıq, qoşmalar 4 hala qoşula bilirlər. Yiyəlik, yönlük və çıxışlıq. İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müxtəlif məna çaları yaradan nitq hissəsinə qoşmalar deyilir. Qoşma quruluşca yalnız sadə olur. Ümumiyyətlə yadda saxlayırıq. Köməkçi nitq hissələri düzəltmə olmurlar. Çünki onlar söz yaradıcılığında iştirak edə bilmirlər. Yalnız sadə və ya da mürəkkəb, bəzilərində tərkibi də deyirik. Lakin qoşmalar isə quruluşca təkcə sadə ola bilirlər. Qoşmalar hallara qoşulmağına görə də 3 hissəyə bölünür. Adlıq və yiyəlik hallara qoşula bilən qoşmalar, yönlük hala qoşula bilən qoşmalar və çıxışlıq hala qoşula bilən qoşmalar. Bunları əzbərçi şəkildə yox, ən rahat yolu həmin, tutaq ki, 3-ün qoşmasını götürürəm mən. 3-ün qoşmasının hansı hala qoşulduğunu müəyyən edə bilmək üçün nə edirəm? Sözlər götürürəm. Həmin sözlərə 3-ün qoşmasını deyirəm. Misal üçün, anam üçün darıxmışam. Anam üçün. Burada adlı hala qoşulur. Bir də deyirəm sənin üçün. Sənin üçün. Anaya üçün, sənə üçün, bizə üçün, sizdən üçün, məndən üçün bu formada biz deyə bilmirik. Deməli, burada müəyyən edirik ki, 3-ün qoşması hansı hallara qoşula bilir? Adlıq və yiyəlik hallara qoşula bilir. Digər qoşmaları da o formada müəyyən edə bilirik. Və qoşmaların məna növləri. Qoşmanın məna növləri bunlardır. Birinci, bir-bir onları sizlər üçün qeyd edin və hansı qoşmalar hansı məna növünə aid olduğunu da qeyd edin. Birgəlik, vasitə, alət bildirənlər. Alət bildirənlər ilə qoşması və ca qoşmasıdır. İlə qoşması qeyd edim ki, lalə formasında da, yəni sözə bitişik formada da yazıla bilir. İkinci, məsafə bildirənlər. Q yazıram, yəni məsafə qoşmalarım. Məsafə qoşmalarına dək, can, kimi və qədər qoşmalara aid. Misal üçün, evə qədər qaçdım, evə kimi getdim, evə dək getdim, evəcən getdim və s. Bu formada biz deyirik, yəni məsafə məzmunu yaradır. Üçüncü, istiqamət bildirənlər. İstiqamət qoşmalarına aiddir. Doğru, qarşı, sarı tərəf. Burada da yenə evə tərəf baxdım, sənə sarı gəlirəm və s. kimi. Beşinci, zaman məzmunu bildirən qoşmalar. Bəri, qabaq, əvvəl, sonra. Altıncı, bənzətmə qoşmaları. Bənzətmə qoşmaları kimi,
qədər, tək, daha sonra aiddir təki, casusü 2 və s. Sonra 7-ci aiddir istinad qoşmaları. Görə əsasən. Aiddir sonra 8-ci səbəb məqsəd. Bunlara aiddir. Üçün ötürü görə, hamısını bura qeyd etməyəcəm, yer az qalır. Üçün ötürü görə, sarı, uğrunda, naminə və s. aiddir. 9-cu aiddir. Aidlik bildirənlər. Aid, dair, xas, məxsus, haqda, barədə və s. Və s. kimi aiddir. Qeyd edeyim ki, deməli, bir hecalı qoşmalar sözlərə bitişik yazılırlar. Xas qoşması istisnadır. Xas qoşması deməli, həmişə sözlərdən ayrı yazılır. Bunu da yadda saxlayaq ki, bəzi qoşmalar, yəni, misal üçün biz kimi qoşmasını məsafə qoşması kimi də dedik, bənzətmə qoşmasını kimi də dedik və yaxud da başqa nitq hissələrlə biz amonimini də qeyd edəcəyik, orada da izah edəcəyik. Burada və yaxud da car qoşmasını bənzətmə qoşması kimi də dedik, bir yək, alət, vasitə qoşması kimi də dedik. Bunları biz cümlə daxilində müəyyən edirik ki, hansı. Misal üçün, deyirəm, evə kimi getdim, burada olacaq məsafə. Bir də var, deyirəm ki, sənin kimi gözəl insan tanımıram. Burada olacaq bənzətmə qoşması kimi. Üçün ötürü görə, savayı, haqda, haqqında, barədə və s. kimi qoşmalar, daha doğrusu sözlər yalnız qoşma kimi işlənir. Başqa deməli nitq hissəsi kimi işlənə bilmir. Lakin qoşmaların amonimliyi, sinonimliyi də olur. Qeyd edim ki, bu zaman yəni qrammatik amonimlik yaradır. Biz amonimlər haqqında demişdik ki, əsas nitq hissələri arasında amonimlik, deməli, leksik amonimlik, köməkçi nitq hissələri ilə əsas nitq hissələri, köməkçi nitq hissələri də köməkçi nitq hissələri, o cümlənin şəkil çıxarsan amonimliyi isə biz qrammatik amonimlik kimi qeyd etmişdik. Qoşmalardan da bəziləri amonimlik yarada bilirlər. Misal üçün, tərəf sözü. Tərəf sözü qoşma və isim kimi çıxış edə bilir. Misal üçün, mən evə tərəf getdim. Burada istiqamət bildirən qoşma olacaq. Tərəflər qarşı-qarşıya gəldilər. Burada isə isim kimi iştirak edəcək. Əvvəl sözü deməli, zərf və qoşma kimi işlənir. Mən səndən əvvəl gəldim. Burada qoşma. Əvvəl sən, sonra mən iştirak edim. Burada isə zərf kimi iştirak edir. Belə sonra sözdə yeri gəlmişkən qeyd edim. Sonra sözdə yenə qoşma və deməli, zərf kimi iştirak edir. Sonra biz görüşdük nə zaman? Bir də var, səndən sonra gələcəyəm. Sarı sözü qoşma, sifət və feil kimi işlənə bilir. Mən evə sarı getdim, qoşma. Sarı rəngi xoşlayıram, sifət. Bir də sən mənim yaramı sarı, feil kimi işlənir. Tək sözü deməli, zərf kimi işlənə bilir, sifət kimi və ədat kimi. Sənin tək gözəl insan görməmişəm. Burada tək bənzətmə qoşmasıdır. O evdə tək oturmuşdu. Zərf kimi, bir də ki, tək əldən səs çıxmazsa, burada da sifət kimi işlənmiş olacaq. Doğru sözü də yenə sifət, zərf və qoşma kimi işlənəcək. Sifət kimi işlənəndə doğru söz acı olar. O doğru danışır, zərf kimi. Bir də mən evə doğru gedirəm. Burada olacaq qoşma kimi. Qabaq sözü də zərf kimi, isim kimi və qoşma kimi işlənə bilir. Deməli, onlar deməli, bizdən qabaq gəliblər. Burada qoşma. Qabaq o belə danışmazdı, yəni əvvəl mənasında. Burada zərf kimi, bir də var ki, mən 90-dan qabaq dərdim, yəni balqabaq mənasında. Burada isim kimi işlənmiş olacaq. O cümlədən kimi qoşması bayaq da qeyd etdik ki, öz daxilində elə məsafə qoşması və bənzətmə qoşması kimi işlənir və s. kimi sözlər.
Deməli, qoşmalar bir daha qeyd edirəm ki, deməli, yalnız sadə olur quruluşça. Qoşmaların sinonimliyinə gəlincə, eyni məna qrupunda olan qoşmaları biz bir-biri ilə cümlə daxilində əvəz eləyə bilirik. Yəni, qoşmalar sinonimlikdə yarada bilirlər. Biz bayaq da qeyd etdik ki, bir hecalı qoşmalar sözlərə bitişik yazılırlar, xas sözündən başqa. Amma elə qoşmalar da var ki, üçün və ilə qoşması, ilə və üçün qoşması. Bunlar sözlərə həm bitişik, həm də ayrı yaza bilirlər. Qalan qoşmalar isə sözlərdən ayrı yazılırlar, yadda saxlayırıq. Bağlayıcı köməkçi nitq hissələrindən biridir. Deməli, bağlayıcılar sözlər, cümlələr, abzaslar, mətnlər arasında mürəkkəb və yaxud da sadə cümlələrin daxilində, yəni sözlər arasında, mürəkkəb cümlələr arasında deməli, bağlayıcı rolunu oynayır. Yəni, həmin sözləri və yaxud da cümlələri bir-birinə bağlayır. Bağlayıcının da iki növ var. Birinci tabiəsizlik bağlayıcılar, elə tabiəsizlik bağlayıcılarından izah edərək keçim. İkincisi isə tabeillik bağlayıcılardır. Tabiəsizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərəflərini və yaxud da həmçinin sözləri və yaxud da sadə cümlədə, yəni sözləri bir-birinə bağlamağa xidmət edir. Tabiəsizlik bağlayıcıların 6 növü var. Birinci, birləşdirmə bağlayıcıları. Birləşdirmə bağlayıcılarına və ilə bağlayıcısı, bəzən lalə sözə bitişik formada da yazıla bilir, bağlayıcılara aiddir. Bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcılarına ya da ya da ki, gəh da ki bağlayıcılara aiddir. İstərsə də və s. aiddir. Üçüncü, qarşılaşdırma bağlayıcıları. Amma, ancaq, lakin, fəqət, isə və s. aiddir. İnkarlıq bağlayıcıları. Nə də, nə də ki və s. aiddir. Sonra iştirak bağlayıcıları. İştirak bağlayıcılarına həm də ki bağlayıcıları o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, eləcə də, dadə və s. kimi bağlayıcılar aiddir. Və 6-cı isə aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma bağlayıcıları yəni ki və məsələn bağlayıcıları aiddir. Bunları da yadda saxlayırıq. Bunlar oldu tabiəsizlik bağlayıcıları. Tabiilik bağlayıcılarının isə 4 növ var. Deməli, birinci, elə aydınlaşdırma bağlayıcılarından davam edək. Qeyd edib ki, aydınlaşdırma bağlayıcıları həm tabiəsizliyin növü var, həm də tabiiliyin, amma fərqli bağlayıcılardır. Ki, belə ki. Tabiəsizlikdə aydınlaşdırma bağlayıcıları, yəni ki, məsələn, amma tabiilikdə isə ki, belə kidir. İkinci, səbəb bağlayıcıları. Çünki ona görə ki, ondan ötürü ki, o səbəbə ki, və s. Üçüncü aiddir güzəşt bağlayıcıları. Hərçənd ki.
və şərt bağlayıcıları. Əgər, hərgah, bir halda ki, madam ki, indiki yoxsa və s. bu kimi bağlayıcılar şərt bağlayıcılarına aiddir. Qeyd edim ki, köməkçi hissələri nisbətən əzbərcidir. Yəni biz əsas nitq hissəsi tutaq ki, İsmail, kifayət və minlərlə sözlər var. Biz onları necə müəyyən edirik? Hardan bilirik ki, isim? Sual veririk, üzərindəki şəkilçiyə baxırıq, cümlə üzvü vəzifəsinin olmağına baxırıq ki, misal üçün bilirik ki, hansı nitq hissəsi daha çox hansı cümlə üzvləri vəzifəsinə çıxış edə bilər və s. Amma köməkçi nitq hissələrinin sözləri demək olar ki, konkret şəkildə biz əzbər formada bilməliyik ki, onları müəyyən etməyi bacaraq. İlə sözü həm qoşma, həm də bağlayıcı olduğu üçün onları fərqləndirməyin yolları var. İlə sözü qoşma kimi işləndikdə, daha doğrusu bağlayıcı kimi işləndikdə onu və sözü ilə əvəz etmək olur. Sonra ilə sözü işlənən cümlənin xəbəri əgər cəmdə olarsa ilə bağlayıcıdır, əgər təkdə olarsa ilə qoşmadır. Ən rahat fərqləndirmə yollarından biridir. Budur. Bir də ilə qoşulan söz sadalanarsa qoşmadır. Misal üçün, sən mənim qardaşımla, bacımla, dostumla zarafat etdin. Yəni, sadalama varsa, vergül işarəsi sadalamadan istifadə edirsə, burada da qoşma olacaq. Bu yollarla biz ilə sözünün qoşma yoxsa bağlayıcı olduğunu rahatlıqla müəyyən edirik. Bağlayıcılar quruluşca sadə və mürəkkəb olurlar. Biz qoşmaları bayaq qeyd etdik ki, yalnız quruluşca sadə olurlar, amma bağlayıcılar quruluşca sadə və mürəkkəb olurlar. Mürəkkəb bağlayıcılardan bitişik yazılanlar hərgah, halbuki, habelə, qalanları isə ayrı yazılır. Bəzən həmin ayrı yazılan bağlayıcılara biz tərkibi bağlayıcılar da deyirik. Bağlayıcılarda vergül işarəsinin işlənməsinə gəlincə və ilə bağlayıcıları işlənən cümlədə heç bir duruğu işarəsindən cümlədə deyilir ki, yəni həmin bağlayıcılarla bağlı heç bir duruğu işarəsi olmur. Amma ancaq, lakin, fəqət, halbuki, ona görə ki, həmçinin, ondan ötürü ki və s. kimi bu tip bağlayıcılarda əvvəl vergül işarəsi qoyuruq ki, belə ki, bağlayıcısından sonra vergül işarəsi qoyuruq. Gah, ya, həm, nə, istər bağlayıcılar birincisindən başqa qalanlarından əvvəl vergül işarəsi qoyuruq. Əgər hərgah, indiki, madam ki, bir halda ki, bağlayıcılarında bu da cümlədən sonra vergül işarəsi qoyulur. Yəni, qeyd edeyim ki, tabelik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərkibində işlənir. Tabelisi bağlayıcılar isə həm sadə cümlə, həm tabelisi mürəkkəb cümlə, həm də tabeli mürəkkəb cümlənin tərkibində işlənə bilərlər. Bu da oldu bağlayıcılar. Ədat. Ədatlar cümlədə sözlərin təsir gücünü artırmağa xidmət edir. Ona görə də ədatlar biz cümlədən çıxarsa elə bir qeyri-adi bir dəyişikliyi olmayacaq. Sadəcə cümlənin təsir gücünü nisbətən zəifləyəcək. Ədatın da mənaca müxtəlif növləri var. Deməli, qüvvətləndirici ədatlar. Qüvvətləndirici ədatlara aid ən, lap, çox, daha, olduqca, ha, düz, artıq, cəsü 2, dadə və s. aiddir. Qeyd edim ki, biz qüvvətləndirici ədatları sifətin çoxaltma dərəcəsini keçəndə də demişdik ki, sintaktik yolla sifətin çoxaltma dərəcəsini yaradanda orada qüvvətləndirici ədatlardan da istifadə olunur. İkinci, dəqiqləşdirici ədatlar. Dəqiqləşdirici ədatlara elə məhz əsl aiddir. Üçüncü aiddir məhdudlaşdırıcı ədatlar. Məhdudlaşdırıcı ədatlara aid təkcə, bircə, yalnız, tək, ancaq, bir və s. bunlar aiddir. Dördüncü aiddir sual ədatları. Əmr ədatları. Əmr ədatına di, qoy, gəl, gəlsənə, görsənə, ha, sana, sənə, sanı, səniz və s. aiddir. Altıncı aiddir arzu ədatları.
Arzu ədatlarının kaş, gərək, kəşki, təki, barı, bircə və s. 7-ci. Təsdiq və inkar ədatları. Təsdiq və inkar ədatları bəli, hə, yox, xeyr, əsla, heç və s. kimi aiddir. Qeyd edeyim ki, ədatlar, deməli, hə ədatı feilin əmr şəklinə aid sözlərdən sonra işlənəndə əmr ədatı olur. Qalan şəkillərə artırıldıqda isə qüvvətləndirici ədat olur ki, sözünün ümumiyyətlə ədat yoxsa bağlayıcı olduğunu müəyyən etmək üçün qeyd edeyim ki, deməli, ki sözü bağlayıcı olduqda həmişə tabeli mürəkkəb cümlədə işlənir və ki sözündən sonra hər zaman vergül işarəsi işlənir. Amma ki ədat kimi işləndikdə isə ondan sonra vergül işarəsi qoyulmur. Ki ədatı cümlənin ortasına gələndə qüvvətləndirici ədat olur. Sonda gəldikdə isə sual cümlələrində sual ədatı olur. Sonra ədatlar bəzi nitq hissələrindən, yəni ortaqlı olurlar. Misal üçün, bax, gör, gəl, qoy, gəlsin sözləri həm feil, həm ədat olurlar. Biz onları necə müəyyən edirik? Əgər sözdə, misal üçün, ki, qoy o da gəlsin. Sözdə əgər feil varsa, həmin bu qoy, gəl, gəlsənə bu deməli ədat kimi götürəcəyik. Yox, əgər yoxsa, misal üçün, sən kitabı yerə qoy, burada isə feil kimi işlənəcək. Sonra deməli təkcə, yalnız, tək, artıq sözləri zərf və ədat kimi işlənir. Misal üçün, o təkcə oturmuşdu və yaxud da o yalnız oturmuşdu. Bir də deyirəm ki, təkcə sən gəl, yalnız sən gəl. Bu formada ədat kimi olacaq. Bircə sözünə gəlincə, bircə sözü bütövlükdə, əgər təkcə sözü ilə biz əvəz edə biliriksə, bircə sözü bütövlükdə ədat kimi götürürük. Məsəl üçün, bircə səni arzulayıram, təkcə səni arzulayıram. Bircə sözünü ikinci sayı ilə əvəzləmək olursa, orada bir say, üzərindəki c şəkilsi isə ədat olacaq. Məsəl üçün, bircə alma yedim, ikinci alma yedim. Bu formada biz deyə bilirik. Ədatların əksəriyyəti sözlərdən ayrı yazılır. Sual bildirən m, əmr bildirən sana, qüvvətləndirmə bildirən c ədatları şəkilçi formasına düşdüyü üçün sözlərə bitişik yazılır. Hə, yox, bəli, xeyr ədatları, yəni təsdiq və inkar ədatları cümlədə digər sözlərdən vergüllə ayrılır. Amma qalan ədatlarda biz durğu işarələrindən istifadə etmirik. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibəti bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca müxtəlif növləri var. Gəlin indi həmin növləri yazaq. Birinci, təsdiq bildirən modal sözlər. Təsdiq bildirən modal sözlərə əlbəttə, həqiqətən də, düzü, sözsüz, doğrusu, doğrudan da, doğrudur və s. kimi bunlar aiddir. İkinci, aiddir, güman, şübhə bildirənlər. Elə adından da göründüyü kimi. Yəqin ki, güman ki, ehtimal ki, deyəsən, görünür, olmaya ki və s. kimi bunlar güman, şübhə bildirənlər adlanır. Nəticə, ümumiləşdirmə bildirənlər. Nəticə və yaxud da ümumiləşdirmə bildirənlər. Bunlara aiddir əvvəla, axır, ümumiyyətlə, xülasə, nəhayət, bir sözlə, demək ki, tutaq ki və s. kimi bunlar aid, müxtəsər və s. Fikrin mənbəyini bildirənlər. Fikrin mənbəyini bildirənlər, misal üçün, məncə, səncə, fikrimcə, zənnimcə, bizcə və s. bunlar aiddir. 5-ci aiddir, təəssüf bildirənlər. Əfsus ki, təəssüf ki, heyf ki və s. 6-cı, bənzətmə bildirənlər.
Sanki, elə bil, güya. Qeyd edim ki, sanki, elə bil, güya modal sözlərindən nə də əvvəl, nə də sonra durğu işarəsi qoyulmur. Lakin qalan modal sözlər cümlənin əvvəlində işlənərsə, modal sözdən sonra, cümlənin ortasında işlənərsə, modal sözün hər iki tərəfində, cümlənin sonunda isə işlənir. Modal sözdən əvvəl vergül işarəsi qoyulur. Modal sözlər də quruluşu sadə və mürəkkəb olurlar. Bəzən yəni tərkibi modal sözlər də deyilir, çünki ayrı yazılırlar. Misal üçün, xülasə, yaxşı, əfsus və s. bunlar sadə. Əlbəttə ki, ehtimal ki, yəqin ki, güman ki, şübhəsiz ki, bu tipli, yəni iki sözün birləşməsindən ibarət olanlar isə tərkibi modal sözlər adlanır. Ümumiyyətlə, modal sözlər başqa nitq hissələri ilə də ortaqlı sözlər vardır modal sözlər içərisində. Gəlin həmin sözlərə nəzər yetirək. Xülasə sözü. Xülasə sözü isim və modal söz kimi işlənə bilir. Biri var, qəzetin xülasəsini oxudum. Burada isim kimi işlənəcək. Bir də var, xülasə, bu işi bitirdik. Burada isə modal söz kimi işlənəcək. Müxtəsər sözü. Çıxışını müxtəsər elə, yəni qısa elə, bu mənada isim kimi. Müxtəsər, bizdə bu işlə yekunlaşdıq. Bu işi yekunlaşdırdıq. Nəhayət. Son mənasını, işin nəhayəti mənasını isim kimi işlənəcək. İşin nəhayətinə gəlib çatdıq. Bir də var ki, nəhayət bu işi burada h hərfidir. Çaşmışam. Nəhayət biz bu işi bitirdik. Burada isə modal söz kimi işlənəcək. Sonra görəsən sözü. Görəsən, güman, şübhə bildirən modal söz kimi. Görəsən, bu işləri nə vaxt edəcəklər? Bir də var ki, sən bu işləri vaxtında görəsən. Burada feil kimi işlənəcək. Daha sonra yaxşı sözü. Yaxşı sözü zərf, sifət və modal söz kimi işlənə bilər. O yaxşı danışır, zərf. O yaxşı qızdır, sifət. Bir də var ki, yaxşı, səndə yan olsun. Burada isə modal söz kimi işlənəcək. Təəssüf. Təəssüf isim və modal söz kimi işlənə bilir. Misal üçün deyirəm ki, təəssüf hissi keçirməyə ehtiyac yoxdur. Burada isim kimidir. Bir də var təəssüf. Mən bu işi bacara bilmədim. Burada isə modal söz kimi və s. kimi belə sözlər işlədirik. Deməli, gəldik, çatdıq nidaya. Nida isə danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hisslərini, hadisələrə, emosiyalarını, yəni münasibətini ifadə edirlər. Nidaların da müxtəlif məna növləri var. Deməli, birinci şadlıq, sevinç hissi bildirənlər, şadlıq, sevinç, təəccüb bildirənlər. Bunlara misal üçün bəh, 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 paho, oxay, aycan, aycan və s. kimi deyə bilərik. İkinci ayədim qorxu, narahatlıq bildirənlər. Qorxu, narahatlıq bildirənlərə aydad, vay, vay, uf, ox, ah, aman və s. kimi ifadə edə bilərik. Çağırış bildirənlər. Ay, hey, ya və s. kimi bunlar aiddir. Dördüncü, nifrət, istehza bildirənlər. Nifrət, istehza bildirənlər xox, tufux, sonra xa və s. yəni istehzalı gülüş və s. kimi aid ola bilər. Sonra altıncı, qəm, kədər bildirənlər. Qəm, kədər bildirənlərə deyirik ox, of, ah, oy və s. kimi. Qeyd edeyim ki, nidaların bu bölgüsü şərtidir. Ona görə ki, bəzi yəni hisslərdən asılı olaraq müxtəlif məqamlarda, yəni bu müxtəlif sözləri müxtəlif məqamlarda biz işlədə bilərik. Ümumiyyətlə, nidalar sözlərdən ayrı yazılır. A nidası, misal üçün Seyida,
və sair kimi, misal üçün biz çağırış nidasını işlətdikdə o sözdən sonra gəlib bitişikdə yazıla bilər. Nidalar da deməli sözlərdən duruğu işarələri ilə ayrılırlar. Nidalar cümlənin əvvəlində gəldikdə onlardan sonra ya vergül ya da nida işarəsi qoyulur. Cümlənin ortasına gələndə hər iki tərəfdən vergül işarəsi, cümlənin sonunda gəldikdə isə nidadan əvvəl vergül işarəsi, sonra isə cümlənin intonasiyasına görə duruğu işarəsi qoyulur. Qeyd edeyim ki, ya, a və ay nidaları ayrıca işlənə bilmirlər. Onlardan sonra xitab gəlir və vergül də xitabdan sonra qoyulur. Məsəl üçün, ay uşaq, ay insan və yaxud da ya Allah və s. kimi bu cür işlədir. Qeyd etdiyim kimi, a nidası sözlərə bitişik formada da işlənə bilir. Bu da nidalar, ümumiyyətlə köməkçi nitq hissələri bayaq da qeyd etdim ki, biraz daha əzbərçidir. Yəni sözləri mütləq biz baxan kimi, yəni heç bir yəni şəkilçi axtarmırıq, çünki köməkçi nitq hissələrinə şəkilçi qoşmaq olmur, sual verə bilmirik, cümlə özü ola bilmir. Ona görə də sözlərin özlərini çalışdığımız qədər əzbər şəkildə öyrənib yadda saxlamalıyıq ki, cümlədə hansı köməkçi nitq hissəsinin işləndiyini müəyyən edə bilək və bir də duruğu işarələrinə diqqət etmək lazımdır ki, hansı köməkçi nitq hissələrindən sonra, əvvəl, yəni hansı duruğu işarələrindən daha çox istifadə olunur. Ümid edirəm ki, izahım sizin üçün aydın oldu. Bu qədər uşaqlar köməkçi nitq hissələri haqqında. Sağ olun.